Bu dəfə sizə çox gözəl maqnoliya resepti verəcəm. Bu reseptlə alınan maqnoliyalar çox ləzzətli alınır. Qeyd edəcəm yazılı şəkildə reseptini. Deməli, quru ərzaqları qarışdırırıq bir yerə. Yumurtanı əlavə eləyirik, südünü əlavə eləyirik, ocaqda biraz bişiririk. Qatlaşandan sonra götürürük, qaymağını, vanilini əlavə edib 2 hissəyə bölürük gördüyünüz kimi. Belə duru olmağına baxmayın, soğuyanda qatlaşır. Bir hissəyə şokolad əlavə edirik və gördüyünüz şəkildə bağlayırıq üzərini qurumasın deyə və tam soyana qədər gözlədirik. Tam soyduqdan sonra isə başlayırıq yığmağa maqnoliyalarımızı. Mən bu dəfə maqnoliyada eklerdən istifadə elədim. Siz ora keks, peçeniya əlavə eləyə bilərsiniz. Belə duru olmağına baxmayın. Bir gün xaladenikdə qaldıqdan sonra çox gözəl kıvamda olur. Gördüyünüz kimi ağdan istifadə elədim, ağ hissəsindən. Siz hansını istəyirsiniz əlavə eləyə bilərsiniz. Gördüyünüz şəkildə bəzəyirəm, meyvələri düzürəm. Ekleri doğrayıb əlinizlə də əzə bilərsiniz. Ekler əvəzinə peçeniya, keks istifadə eləyə bilərsiniz. Mən eklerlə etdim. Bu üsuldan lap dadlı alınmışdı. Qəşəng. Sonra şokolad hissəsinə əlavə eləyirik və bir gün dondurucuda saxlayırıq. Dondurucuda yox, soyuducuda daha doğrusu. Və budur bizim hazır maqnoliyalarımız. Əsl havasıdır. İsti havalarda hazırlayın, qoyun. Nuş olsun.